iltihabi proses olub və əgər gec xəstəxanaya çatarsa və o təsəvvür edin ki, qarında partlayarsa o infeksiya bütün orqanlara yayılır və cərrah təbii ki, ondan sonra qarın boşluğunu tamamilə yumaq məcburiyyətindədir. Çünki əks halda o həmin yapışqanımsı tekstura digər orqanlara da yapışır və orqanların bir-birinə yapışmasına, funksiyalarının pozulmasına və müxtəlif orqan çatışmazlıqlarına gətirib çıxara bilər. Digər tərəfdən dizə də yayılır, oynaqlara da yayılır, yenə oynaq iltihabları da törədir. Məhz buna görədir ki, çox baş bəlasıdır. Digər tərəfdən isə antibiotiklərə qarşı dözümlü bir bakteriyalardır bunlar. Çünki normal bakteriyalardan fərqli olaraq bunlar hüceyrənin içərisinə girirlər və orada daxil olub özlərini qoruyurlar. Yəni hər bakteriya daxil olub hüceyrəni keçib onu daha doğrusu hər antibiotik hüceyrənin divarını keçib oradakı bakteriyanı məhv edə bilmir. Məhz buna görə də müalicəsi də belə deyək ki, biraz uzun